Uşağınız hələ də sizinlə eyni yataqda yatırsa, onu bir an öncə yatağınızdan ayırmalısınız. Belə ki, uşaqlar yalnız ilk 2 yaşda sizinlə eyni otaqda, amma ayrı yataqda yata bilərlər. Amma evladınız gəlib 5 yaşına, 6 yaşına, 7 yaşına çatıb hətta sizinlə eyni yatağı paylaşırsa, bu qətiyyən doğru deyil. Həm psixoloji cəhətdən, həm gigiyenik cəhətdən, həm təhlükəlilik açısından evladınızın sizinlə eyni yataqda yatması qətiyyən yol verilməzdir. Belə ki, ilk 2 yaş uşaqlarda güvən duyğusunun formalaşma yaşı olduğuna görə eyni yataqda yatmamaq şərti ilə eyni otağı evladınızla paylaşa bilərsiniz. Amma evladınız 2 yaşını keçdisə, artıq onun otağını mütləq ayırmalısınız. Və 5-6 yaş, 7 yaşına gəlmiş çatmış uşaq hələ də sizinlə yataqda yatırsa, bu qətiyyən doğru deyil. Belə ki, həm gigiyenik baxımdan ki, eyni yatağı paylaşmaq müxtəlif infeksiyaları da paylaşmaq deməkdir və bundan savayı uşağınızın psixoloji olaraq bağımlılığının bu yaşa qədər davam etməsi onun sağlam, özgüvənli və güclü bir fərd kimi formalaşmasına mane olmağınız anlamına gəlir. Odur ki, dəyərli valideyn, əgər evladınız hələ də sizinlə eyni yataqda yatırsa, elə bu gündən etibarən onun yatağını və otağını mütləq ayırın.